dostlar, ha vaxtınız xeyir olsun. Dostlar, bugün sizə süni intellekt vasitəsilə, yəni ChatGPT vasitəsilə və yaxud DeepSeek heç bir fərqi yoxdur. Hansısa uyğundursa onunla necə yatırım edə bilərik, ondan bizə necə ağıllı məsləhət ala bilərik, onu sizə məlumat verəcəm. Məsələn, biz keçirik Leo Bankda, ABB-də hər hansı bir yerdə fərqi yoxdur. Kripto səhmi hər hansı bir şey seçirik. Məsələn, biz Lumenə yatırım etmək istəyirik, amma bu haqqda daha dəqiq və daha çox məlumat almaq istəyirik. Bununla keçirik Lumen, çəkirik burada TradingView proqramına. TradingView proqramına keçəndə dostlar, burada Lumen səhmini yazırıq. Lumen səhmini yazandan sonra isə bizim qarşımıza Lumenin səhifəsi açılır. Və keçirik Lumen səhminin aylıq qrafikinə. Aylıq qrafik keçəndə isə və dostlar, bunu sizlə videonun sonunda daha dəqiq analiz edəcəyik. Təbii ki, yenə də nə qədər ChatGPT bizə kömək olsa da əsas özümüz analiz etməliyik. Və keçirik bunun ekran görüntüsünü almağa və ekran görüntüsü dostlar burada alırıq belə. Ekran görüntüsü aldıqdan sonra keçirik ChatGPT səhifəsinə. GPT səhifəsinə keçəndən sonra isə dostlar ekran görüntüsünü bura yükləyirik. Və burada Azərbaycanca yazı bilərsiniz, Türkçə yazı bilərsiniz. Heç bir fərqi yoxdur. Mən amma Türkçə yazıram, mənə belə rahatdır. Yazırıq ki, buna yatırım yapa bilir miyim? Bax, bu formada dostlar, belə bir şey yazırıq. Və bu bizə avtomatik olaraq görürsünüz ki, analiz edir və bu haqda sizə məlumat verir. Əgər bunun yazdığı məlumatlar sizə kifayət etmirsə, yəni bu məlumatlar sizə heç biri kifayət etmirsə, yəni daha çox məlumat istəyirsinizsə, yəni onun zəkasına inanırsınızsa, ona bir daha sual verə bilərsiniz təbii ki. Təbii ki, nə sual verə bilərsiniz, onu da sizə deyirəm. Yəni ona mən deyirik ki, sən olsaydın yatırım edərdin. Və dostlar, belə bir sual veririk. O da bizi bu haqda görürsünüz məlumat verir. Yəni görürsünüz, baxın, yenə də bu məlumatlar sizə məlumat almasaydı, yenə də olmasaydı, belə ki, biz yazırıq ki, biz indi alsaq hangi fiyatdan sata biliriz? Hangi fiyatdan sata biliriz? Baxın dostlar, bu formada yazaraq bu sizə artıq məlumatı verəcək. Baxın, görürsünüz. O sizə artıq indiki qiymətdən alsaq, hansı məsafə aralığında hansı qiymətlərdən sata bilərik, görürsünüz ki, onu sizə göstərir. Yəni görürsünüz ki, yaxın vadədə əgər indiki qiymətdən alsaq, bunu biz 6 və yaxud 6.50 dollardan sata bilərik. Yox, əgər uzun müddətli gözləyiriksə 8 və yaxud 10 dollardan belə sata bilərik. Deyək ki, bunun üçün dəqiq vaxt demir. Yəni deyək ki, əgər risk nəzərə alırsa 4.50 altına stop qoyun. Yəni 4.50-dən çox aşağı düşsə, bunu stop qoyun. Yəni belə görürsünüz ki, sizə məlumatlar verir. Baxın dostlar, ChatGPT vasitəsilə siz belə alış və satış haqqında da məlumat ala bilərsiniz. Amma təbii ki, yenə də bu analiz qalır bizə. Və sizinlə keçirik əsaslı analizə. Əsaslı analiz keçəndə dostlar, Lumen səhmini çox soruşurdunuz. Lumen səhmini almaq üçün dostlar hələ ki gözləmək lazımdır. Nə qədər ChatGPT bizə məlumat versə də bizim əsas hədəfimiz 2 dollar olacaq. 2 və yaxud 2.50 dollarda gəlib dayanıqlı olsa, ondan sonra fikirləşə bilər. Amma təbii ki, qalxa da bilər. Yəni hazırki qiymətdə qalxa da bilər. Çünki hazır alış qiymətin üstünə çox yaxındır. MTF order təbii ki, yandırırıq. MTF order yandırmaq ilə biz bunu artıq biləcəyik ki, görək nə hadisə baş verib. Alış qiyməti, satış qiyməti. Görürüz ki, MTF order yardığımızda satış qiymətinin hazırda üstündədir. Bir aylıq qrafik keçəndə isə alış qiymətinin üstünə yaxınlaşıb. Görürüz ki, hazırda hər hansı bir alış qiyməti yoxdur. Yəni xüsusi bir boşluqda hərəkət edirik. Boşluqda hərəkət etdiyimiz üçün isə burada da görürsünüz dostlar, gündəlik qrafikdə 2 dollarda böyük bir qiymət boşluğu var. Qiymət boşluğu burada olduğu üçün, qiymət boşluğu, baxın bu hissədə qiymət boşluğu olduğu üçün görürsünüz ki, qiymətlər orada darmadağındır, qrafik bir-birindən ayrılıb. Yəni ola bilsin ki, aylıq hədəfdə bu bir ayın sonuna kimi və yaxud bir ayın axırına kimi də 2 və yaxud 2.50 dollara gələ bilər. Uti-botu yandırıldı, görürsünüz ki, düz alış qiymətinə yenidən qayıda bilər. Baxın dostlar, bu formadadır hazırda. Yəni bu qiymətdən ola bilsin, baxın belə bir W formulu yaradırıq. Bax. Belə bu formada bundan sonra bax belə bir yüksəliş ola bilər. Yəni ola bilsin ehtimalımız var. Təbii ki 1.50-yə, 1 dollara gəlsə, bu bizim üçün ikinci şans deməkdir. Niyə bu qiymətə gəlməyi düşünürük? Çünki dostlar, 1 illik qrafiki keçəndə gördüyünüz kimi 1 illik qrafikdə W-nun formuluna çox bir hissəsində. Yəni baxın, bu qrafik belə hazırda hərəkət edir. Sizə belə göstərim. Görürsünüz, bax gəldi, qalxdı.
İndi hazır belə düşməyə çalışır. Bir dənə düşsə baxın belə, yəni tam tamına ikili toxunuş W formulu yaratmır. Yəni bu modullar hamısı W-dən ibarətdir. Baxın belə, yəni hazırda birinci hissədə idi. Birinci hissədən çox gözəl refleks aldıq. İndi isə gözləyirik ikinci hissə gəlməyini. Yəni Lumen səhminin əsas 2.52 dollar və yaxud 1.50-yə gəlməyini gözləyəcəyik. Baxın dostlar, Lumen səhminin əsas alış hədəfini sizə verdim. Satış hədəfi isə təbii ki 2.50 yaxud 1.50 gəldikdən sonra bəlli olacaq. Bundan sonra dostlar Bitcoin sizə deyim. Bitcoin bu həftə yəni düşüş trendi yenə davam etməlidir. Nə qədər yuxarı yönlü göstərsə də, ola bilsin bu həftənin sonuna, ola bilsin növbəti həftənin sonuna kimi ilkin hədəfi bunun 88.000 və 87.000 dollar olacaq. 88-87.000 dollar gələndə altcoinlər daha çox hərəkət edəcək. Amma bundan sonrası növbəti hədəfi 80.000-dir. Yəni bunun əsaslı alış hədəfi önümüzdəki növbəti aylar üçün 80.000 olacaq. 80.000 və yaxud 77.000 olacaq. Yəni dostlar, hazırda Bitcoin da həddindən çox yüksəlib. Yəni təbii ki, bu qədər düşməyə normal olacaq. Hazır düşməyə çalışır. Sadəcə qiymət yavaş-yavaş düşdüyü üçün alıcıları içəri almağa çalışır. Yəni Bitcoin altcoin'lər almaq üçün hələ ki Bitcoin'in biraz yumşalmağı, yəni biraz sərt düşməyini gözləmək lazımdır. Bax dostlar, bugünkü sizin üçün belədir. Süni intellekt vasitəsilə necə biz köməklik ala bilərik, Lumen haqqında məlumat və Bitcoin'in hazırki düşüş siqnalını da sizə verdik.